Salam, xoş gördük hər birinizi müəllimlər. Deməli, bu günlərim sizə e, oktyabr ayının 26-sında keçdiyimiz sınaq imtahanının kurikulum suallarının izahını sizə təqdim edirəm. Düzdür, biraz gec oldu, amma izahı izləməyə dəyər. Çünki burada istifadə olunan suallar müəllimlərin işə qəbul imtahanında və sertifikasiyada istifadə olunan suallardır və maraqlıdır. Tövsiyə edirəm ki, hər biriniz bunları izləyəsiniz və buradan öyrənəcəyimiz şeylər var. Kanala abunə olmağı və paylaşmağı unutmayın. Yəni dəstək olmuş olarsınız və eyni zamanda bu model suallar və bunun analoqlarını işləməkdən ötürü dərslərimizə qoşula bilərsiniz. Başlayaq. Müəllim sinif müzakirəsi zamanı həm passiv, həm də aktiv mövqe tutan şagirdlərlə işləyir. Demək ki, burada aktiv mövqe tutan, passiv mövqe tutan şagirdlərlə işləyir və fikirlərini sərbəst bildirmələri üçün onları dəstəkləyir. Bir müddət sonra passiv şagirdlərin dərsə marağı artır və fikirlərini bildirməyə, potensiallarını nümayiş etdirməyə şərait yaranır. Situasiyada verilənlərə əsasən sinifdəki fəaliyyət haqqında hansı fikir doğru fikirdir? Demək ki, burada müəllim hamı ilə işləyir, hamını nəzərə alır, hamı üçün təlimi bərabər səviyyədə qurur. Ona görə də müəllim burada bərabər imkanlar tələbini də gözləyir. Müəllim burada sinifdə inklüziv mühit də yaradır. A-da yazır, müəllim dərs zamanı dövlətin, cəmiyyətin və şagirdin tələb və maraqlarını nəzərə alır və şagirdin hamısında 21-ci əsr bacarıqları inkişaf elətdirir. Yanlışdır. Şagirdlərin nəticələrini onlarla müzakirə etmir və bununla da səhvlərini təhlil etmə imkanı yaratmır. Yox. Axı müəllim onlara bununla bağlı bu situasiyada bir məqam yoxdur. Ona görə B məzmun etibarilə situasiya ilə əlaqəli deyil. Sinifdə inklüziv mühit yaradır. Bəli, inklüziv mühit hamı üçün təlimin əlçatanlığıdır. Bununla da şagirdlərin təlim prosesinə marağı artır. C variantı doğrudur. Şagirdin dini etnik mənsubiyyətinə hörmətlə yanaşmağı heç bunun aidiyyatı yoxdur. Müəllim şagirdə bu şəkildə dərsə cəlb etməsi təlimin öyrədici, inkişaf etdirici və tərbiyəci prinsiplərinə əməl olunmasıdır. Təlimin öyrədici, tərbiyəci və inkişaf etdirici prinsipləri pedaqoji prosesin tamlığını əhatə eləyir. Ona görə də E variantının bura aidiyyatı yoxdur. Doğru cavabımız 41-də C variantı oldu. Növbəti sual. Şagirdlərə ev tapşırığı kimi 2 dənə informativ mətn verilir ki, şagirdlər bu mətnləri oxusunlar və oxuyandan sonra həmin informasiyaları bir-birləri ilə müqayisə eləsinlər və bir-birinə zidd olan informasiyaları müəyyənləşdirib, doğru olanı seçib və əsaslandırsınlar. Deməli, uşaqlardan burada müqayisə etmə bacarığı, burada uşaqlardan doğruları bir yerə yığmaq, yanlışları bir yerə yığmaq, bir-birinə zidd olanları bir yerə yığmaq və ya zidd olmayanları bir araya gətirmək kimi bacarıqlar tələb olunur. Və müəllim də meyarı gördüyünüz kimi üstənə verir. Uşaqların bu üç bacarıq üzrə qiymətləndirilməsini həyata keçirəcək. Müqayisə etmək, etibarlı mənbələrlə işləmək və əsaslandırmaq. Müəllimin məqsədi haqqında aşağıda verilənlərdən doğru olanları müəyyənləşdirin. Müəllim şagirdlərdə informasiya savadlığı formalaşdırır. Bəli, niyə? Çünki müəllim informativ mətn üzərində etibarlı mənbələrlə işləməyə təqdim edib. Müəllim şagirdlərə fəal dinləmə bacarığını, sual tərtib etmə bacarığını formalaşdırır. Axı bu tapşırığın mahiyyətində uşaqda sual vermə və yaxud da fəal dinləmə mahiyyəti yoxdur. 3. Müəllim şagirdlərdə informasiyanı ümumiləşdirmə, qruplaşdırmaq bacarığını formalaşdırır. Bəli, biz bir-birinə zidd olan informasiyaları müəyyənləşdiriksə, doğru olanları seçib, yanlış olanları seçib, biz müqayisələr aparırıqsa, o zaman ümumiləşdirmə və qruplaşdırma var deyə bilirik. 4. Müəllimin meyara əvvəlcədən elan etməsi şagirdlərin fəaliyyətinin məqsədyönlü olmasına və özünü qiymətləndirmə bacarığının formalaşdırılmasına xidmət eləyir. 4-cü fikir də doğrudur. Çünki meyar öncədən şagirdə təqdim edəndə şagird özünü meyarlara uyğun şəkildə, özünün fəaliyyətini meyarlara uyğun şəkildə qurur. 5. Qiymətlənmə meyarları idrak taksonomasının dəyərləndirmə mərhələsini ölçür. Xeyr, bu təhlil etmə mərhələsini ölçür. Ona görə 5 yanlışdır. Doğru cavab 1, 3 və 4-dür. C variantı. Növbəti bir sual deyir ki, İskəndərnamə poemasını keçdikdən sonra müəllim şagirdə tarixi şəxsiyyət İskəndərlə bağlı mətn verir və mətni oxuyub qutarandan sonra bir müqayisə istəyir. Bir növ desək ki, indi oxuduğu mətni İskəndərnamə ilə müqayisə eləyəcək. Mətndə də bir qəhrəman İskəndərlə bağlı bildiyim məlumatı təsdiq və inkar edən informasiyanı müəyyən eləmək. Bunu eləməlidirlər. Sənə yeni olan məlumatı seçmək. Haqqında əlavə məlumat almaq istədiyim məsələni göstərmək. Bu adı çəkilən
strategiya, yəni üsul 4M1KH üsuludur. Bu üsul necə həyata keçirilir? Daha doğrusu üzr istəyirəm, insert metodudur. Insert metodu necə həyata keçirilir? Bizim zaten bildiyimiz bir məlumat varsa bu işarə qoyulur. Yeni öyrəndiyimiz məlumat olanda plus qoyulur. O məlumat bizim bildiyimizi təksib eləyirsə çıxaq qoyulur. Bizə qaranlıqlı qalıb əlavə məlumat almaq istəyirsə bu işarədən istifadə olunur. İşarələr sistemindən istifadə edərək mətni kodlaşdırırıq. Bu da insert metoduna aid olan bir xüsusiyyət hesab olunur. Cavab oldu 43-də E. 44. Müəllimin pozitiv və inklüziv mühit qurmasına aid cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğru, yanlış. Sinifdə davranış üçün aydın təlimatlar təyin edir. Bu gözləntiləri sinifə açıq şəkildə müzakirə edir və şagirdlərə normaların yaradılmasında töhfə vermə imkanı yaradır. Bu doğru fikirdir. Sonra deyir, həm pozitiv həm inklüziv mühit, yəni hamını nəzərə alan bir pozitiv mühit. Müxtəlif əyləncəli tapşırıqlar, oyunlar vasitəsilə şagirdlərə əməkdaşlığa cəlb edir. Onlar arasında pozitiv münasibətlərin yaradılmasına şərait yaradır. İkinci fikir də doğrudur. Yəni doğruya doğru uyğunluqdur. 3. Davamlı olaraq müsbət davranış və rəftar nümayiş etdirərək nümunə olur. Bütün şagirdlərə hörmət və empatiya və ədalətlə yanaşır. Bu fikir də doğrudur, amma yanlışın altındadır, bizə lazım deyil. Bizə yanlış lazımdır. Şagirdlərə tapşırıqlar, layihələr, müzakirələr üzərində cüt və ya qrupla işləmək üçün imkan yaradır. Onların bərabər iştirakını nəzərdə tutan, hər bir şagirdin töhfəsinin vacib olduğunu vurğulayan tapşırıqlar verir. Bu əsaslandırmada doğrudur, amma yanlışın altındadır, bizə lazım deyil. Cavabımız oldu 1, 2, A variantı doğru cavabımızdır. 5-ci sual. Cəlil Məmmədquluzadənin Ölülər əsərində Kefli İskəndər obrazının yaşadığı mühitlə sərgilədiyi davranış arasında nə kimi əlaqə var? Sualına cavab verən şagirddə idrak taksonomiyasının və biliyin hansı növü formalaşır? İdrak taksonomiyasına görə mərhələ, biliyin isə növünü müəyyənləşdirməyimiz lazımdır. İskəndər obrazını da araşdırmalı və dövrü də araşdırmalı və ya həmin dövrlə İskəndərin davranışları arasında nə kimi əlaqə var, bunu müəyyənləşdirməyə çalışmalıyıq ki, bu təhlil etmək bacarığıdır və konseptual bilikdir. Doğru cavabımız A variantı oldu. 46-cı sual. Sinifdə müxtəlif etnik qrupa aid olan xalqların nümayəndələri var. Şagirdlərdən biri öz adətinə uyğun olaraq bayramın sinifdə keçirilməsini təklif edəndə digərləri buna qarşı çıxır və bildirirlər ki, onlarda belə bir adət olmadığından bu tədbirə qoşulmayacaqlar. Müəllim bayramı keçirmir, amma şagirdləri qruplara bölür və hər bir qrupa özlərinin seçiminə əsasən bir xalqın mədəniyyətini əks etdirən təqdimat hazırlamağı tapşırır. Müəllimin fəaliyyəti haqqında nə demək olar? Bu situasiyada ümumiyyətlə yadınızda saxlayın ki, müəllim burada sadəcə şagirdi nəzərə alır. Necə şagirdi nəzərə alır? Bir şagird deyir, mən öz adətimə uyğun bayram keçirmək istəyirəm, gəlin bunu keçirdək. Şagirdlər də təbii ki, onlarda elə bir adət olmadığına görə buna qarşı çıxırlar ki, biz belə bir adəti keçmək istəmirik. Bizim öz adətlərimiz var da, belə deyək. Ona görə də müəllim bayramı keçirsə, o bir uşaqlara ədalətsizlik olar, keçirməsə bu uşaq ədalətsizlik olar. Amma müəllim nə edir? Keçirmir, amma belə bir addım atır. Sinifi qruplara bölür və hər bir qrupun seçiminə əsasən deyir ki, hansı xalqın mədəniyyətini istəyirsiniz, o mədəniyyəti araşdırın, bir təqdimat hazırlayın. Müəllimin fəaliyyəti haqqında onu demək olar ki, müəllim şagirdləri nəzərə alır, yəni şagirdlərə həssas yanaşır. Bayazov situasyondan xəbər verir ki, müəllim şagirdlərə həssaslıqla yanaşır və vəzifəsini peşəkarlıqla yerinə yetirmiş olur. 46-cı sualın doğru cavabı E variantında öz əksini tapır. Buradan çox çaşdıran variantı deyim sizə. E variantı. Çoxumuz bunu səhv yazırıq. Müəllim bu fəaliyyəti şagirdlərdə sosial və vətəndaşlıq kompetensiyasını inkişaf elətdirir. Sosial və vətəndaşlıq kompetensiyası belə yadınızda saxlayın ki, şagirdlərdə vətən qarşısında borc, vətən belə deyək də, dövlətçilik ənənələri və s. bunlarla bağlı bir yanaşmadır. Amma bizdə burada ondan söhbət getmir. Burada şagird müxtəlifliyinin mədəniyyətlərdə özünü göstərdiyini görürük ki, buna da müəllim əsas yanaşaraq problemi aradan qaldırır. 46 adı. 47. Müəllim şagirdlərə Nizami Gəncəvinin Leyli və Məcnun əsəri əsasında xülasə hazırlamağı tapşırır. Yəni məqsəd xülasə yazmağı şagirdlərdə inkişaf elətdirməkdir. Xülasəni təqdim edərkən şagirdlərdən biri əsəri tam oxuduğunu və xülasə yazdığını, başqası filmə baxıb
xülasə yazdığını, başqa birisi isə tənqidi fikirləri oxuyub xülasə yazdığını bildirir. Müəllim görür ki, hamı əsəri tam şəkildə oxumayıbdı, amma buna baxmayaraq müəllim nə edir? Xülasələrin hər birini qəbul eləyir. Yəni müxtəlif cür mənbələrdən gedib xülasə yazsalar da uşaqlar, müəllim nə etmiş olur? Bütün xülasələri qəbul eləyir. Çünki müəllimin məqsədi şagirdin xülasə yazmaq bacarığının nə yerdə olduğunu bilməkdir. Yəni burada müəllim uşağın intellektini müəyyən eləmir. Müəllim burada şagirdə heç əvvəlcədən deməyibdi ki, kimə necə uyğundur getsin xülasə yazsın. Yəni seçim şansı verməyibdi. Sadəcə olaraq deyib ki, gedin xülasə yazın. Əsəri əsasında xülasə yazın. Ona görə də burada bəzən çaşdırıcı məqam kimi eyni götürürük. Müəllim şagirdə öyrənmə prosesində sərbəstlik verməsi onların intellektinin müəyyən edilməsinə xidmət edir. Axı müəllim bilmir ki, bu şagirdlər gedib necə yazacaq. Müəllim sadəcə olaraq sonra da nəticədə görür ki, uşaqların hərəsi bir yerdən oxuyub, araşdırıb xülasə yazıblar. Müəllimin məqsədi burada odur ki, müəllim şagirdlərin xülasə yazmaq bacarığının nə səviyyədə olduğunu öyrənir. Yəni kim necə yazıb. Mənə lazım ki, xülasə var, mən onları yoxlayacağam, görməli. Həqiqətən də xülasə düzgündür yoxsa yox. Xülasədə nə tələb olunur? Oxuyub anlama tələb olunur, öz sözlərlə ifadə etmə tələb olunur, ümumiləşmə tələb olunur, qısa məzmun ifadə etmə tələb olunur. Ona görə də burada D-yə fikir verək. Müəllimin məqsədi şagirdlərin oxuyub anlama, interpretasiya, ümumiləşdirmə bacarığının inkişaf elətdirilməsini təmin etməkdən ibarətdir. Ona görə də bu sualın doğru cavabı D variantında öz əksini tapıbdır. Davam edirik növbəti sualına. Növbəti sualımızda deyir ki, uyğunluğu müəyyən eləyin. Demək ki, burada şagird məqsədini müəyyənləşdirir. Şagird məqsədini müəyyənləşdirir, işlərini planlaşdırır, irəliləmək üçün böyük məqsədləri parçalayır. Bu adını çəkdiyimiz nümunə şagirdin ardıcıl düşünməsidir. Amma deduktiv düşünmə burada yoxdur. Ona görə buna uyğunluq demərik. 2. Şagird rollu oyun zamanı xarakterinə uyğun obraz seçir. Yəni öz xarakteri nədirsə ona uyğun obraz seçir. Məsələn, mənim məqsədim tutalım ki, mənim daha doğrusu o xüsusiyyətim bədbinlikdirsə, seçdiyim obrazda bədbin. Nişbindirsə, seçdiyim obraz da nişbin olacaq. Ona görə də bu yanaşma doğrudur. Niyə? Çünki məntiqi uyğunluq axtarıram xarakterimlə obraz arasında və cavablardan biri 2-dir. Sonra deyir, müxtəlif dövrlərdə yazılmış eyni mövzulu əsərlərin tarixi şəraitini uyğunlaşdırır. Burada analoji düşünmə var, razıyıq, amma tənqidi düşünmə yoxdur. Ona görə də bu da yanlışdır. Məktəbdə tədbir zamanı birdən uşaqlardan biri özünü pis hiss edir və səhnəyə çıxa bilməyəcəyini deyir. İkinci şagird çıxış yolu olaraq onları həmişə məşqdə dinləyən sinif yoldaşını prosesə cəlb eləyir. Bu nə deməkdir? Bunun məntiqi ondan ibarətdir ki, müəllim sinifdə, şagird sinifdə problemlə üzləşəndə problemdən nə tapır? Problemdən çıxış yolu tapmış olur. Yəni bu onu nəzərdə saxlayır. Baxın, tədbir zamanı uşaqlardan biri deyir ki, mən oynaya bilməyəcəm. O birisi uşaqlarda buna nə verir? Təklif verir ki, məsəl üçün bunu eləyərək bu problemi aradan qaldırmaq mümkündür. Yəni burada söhbət ondan gedir. Ona görə də şagirdin problemdən çıxış yolu tapması yaradıcı düşüncənin inkişafını təmin eləyir. 4. Düzdür. 5-ə baxırıq. Qısa müddətdə ssenari hazırlanıb tədbir təşkil olunmalıdır. Vaxt da azdır. Ona görə təzə ssenarini necə çatdıracaqlarını uşaqlar bilmirlər. Buna görə də nə edirlər? Köhnə ssenari, uşaqlardan biri deyir ki, gəlin köhnə ssenarini təkmilləşdirək və həmin o ssenari vasitəsilə başlayaq, belə deyək də, problemi aradan qaldıraq. Burada fikir versəz görərsiniz ki, uşaq problemdən yenə də çıxış yolu tapır. Problemdən çıxış yolu tapırıqsa bu nədir? Yaradıcı düşünmədir və bu da doğru yanaşmadır. Doğru cavabımız oldu 2, 4, 5, B variantı, C variantı. 2, 4, 5, C'dir. Sonra ardınca gəldik nəyə? Növbəti sualımıza. Növbəti sualda nədir? 49-da. Cədvələ əsasən uyğunsuzluğu müəyyən eləyin. Təlim prosesi zamanı şagirdin başa düşdüyünü ölçmək üçün
Formativ qiymətləndirmənin müxtəlif üsullarından istifadə etmək olar. Yəni formativ qiymətləndirmə gündəlik qiymətləndirmədir. Bu düz fikirdir. Sonra tapşırıqlar, layihələr və ya testlərlə bağlı şagirdlərin həm güclü, həm də təkmilləşdirilməli olan tərəflərini aydın şəkildə vurğulayan yazılı rəy bildirmək onlara verilən informasiya ilə istədikləri qədər tanış olmağa imkan yaradır. Yəni burada məntiq bilirsiniz nədir? Məntiq odur ki, müəllim şagirdə rəy verəndə, yazılı verəndə şagird həmin rəyin məzmunu ilə istədiyi qədər tanış ola bilir. İkinci fikir doğrudur. Bizə uyğunsuzluq deyir ha. Sonra 3-də deyir, şagirdlərə zəif tərəflərini müəyyənləşdirməyə kömək etmək, onları təkmilləşdirməyə yönəltmək üçün vaxtında rəy təqdim etmək lazımdır. Yəni şagirdə vaxtında rəy vermək lazımdır ki, şagird istiqamətlənə bilsin. 4. Təlim nəticəsini şagirdlərə aydın şəkildə çatdırmaq və onlara qiymətlənmə meyarlarını anlamağa imkan vermək, şagirddə nədə uğurlu olduqlarını və nəyə təkmilləşdirməli olduqlarını görməyə şərait yaradır. Bu da doğrudur. Burada fikir versək, bütün fikirlər doğru fikirlərdir. Yəni doğrunun altında doğru 1-2, yanlışın altında yanlış isə yoxdur. Yanlışın altındakılar da nədir? Doğrudur. Əgər yanlışın altındakılar doğrudursa, deməli uyğunsuzluğu da məhz yanlışın altındakı doğrular yaradır. Yəni 3 və 4 doğru cavabımız oldu. C variantı. Növbəti sual, 50-ci sual deyir ki, sualda müəllim Məhəmməd Səid Ordubadinin Qılınc və Qələm əsərini keçərkən şagirdlərə tapşırır ki, tarixi faktlarla əsərdə verilən faktlar. Əsərdə verilən fakt məsələsi ədəbiyyatdır. Tarixi faktda tarixdir. Burada tarixlə deməli nə var? Burada tarixlə deməli ədəbiyyatın arasında əlaqə var. Tarixlə ədəbiyyat arasında əlaqə fənlər arasıdır. Daha sonra deyir ki, o müqayisə aparsınlar və tarixi faktlar bədii təxəyyülü nə qədər dəyişdirib? Yəni bunun məntiqi nədir? Tarixi faktlar bədii təxəyyülü nə qədər dəyişdirib? Yəni müəllif tarixi hadisələri nə qədər dəyişdirib? Nə qədər fərqli bir formaya salıb? Burada məntiq ondan ibarətdir. Ona görə də bu yanaşma ondan ibarətdir ki, müəllim burada müəllifin mövqeyinə istinadı müəyyənləşdirir və bu təhlil etmə əmələsidir. Ona görə cavab B variantı oldu. Sonra 51. Sinifdə autizm spektr pozuntusu olan bir şagird var. Yəni həmin uşaqlar bir növ diqqət yayınıqlığı yaşayırlar. Fikirlərinin bir konkret məqsədə diqqətlərini yönəldə bilmirlər. Bu şagird digər şagirdlərdən sosial olaraq təcrid olunur. Müəllim dərs zamanı bu vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə hansı daha kompleks, yəni ümumi yanaşmanı tətbiq etməlidir? Şagirdə sosial bacarıqları inkişaf etdirmək üçün xüsusi dərs və təlimlər təklif etmək. Ümumiyyətlə inklüzivlik problemi olan uşaqlara xüsusi dərs ayırıb, ayrıca onlarla məşğul olmaq düzgün yanaşma sayılmır. Bu səhvdir. Şagirdin yalnız öz sinif yoldaşları ilə deyil, eyni zamanda məktəbin digər şagirdləri ilə də münasibət qurmasına təşviq eləmək. Bu düzdürmü? Bəli, düzdür. Bunun məntiqi nədən ibarətdir? Müəllim münasibəti quran zaman, yəni məhdudlaşdırmır da onun fəaliyyətini. Yəni onu həm digər uşaqlarla, həm sinif şagirdləri ilə, həm də digər məktəbdəki digər şagirdlərlə və ya digər sinifdəki şagirdlərlə də münasibət qurmasına şərait yaratmış olur. Ona görə də B variantı doğru əsaslandırmadır. Çünki burada şagirdə daha çox sosiallıq lazımdır ki, o təcrid olunmasın. Şagird digər şagirdlərdən təcrid edərək bu yanlış yanaşmadır. Şagirdin sosial bacarıqlarını artırmaq üçün yalnız sinif mühitindəki qrup tapşırıqlarına biz dedik ki, digər siniflərlə də daha çox məşğul olmağa çalışmaq lazımdır. Şagirdin sosial bacarıqlarını inkişaf etdirmək üçün yalnız dərsdən kənar fəaliyyətə yönəltmək bu yanlışdır. Niyə? Çünki bu sinif fəaliyyətində də özünü göstərməlidir. Doğru cavabımız oldu. B variantı 51-ci sualda. Sonra 52. Son zamanlar müəllim müşahidə edir ki, şagirdin əhval-ruhiyyəsi aşağıdır. Dərsə də maraq göstərmir. Buna görə müəllim onunla fərdi şəkildə danışır, dostları, valideynləri ilə söhbət edir və yaranan problemin səbəbini müəyyənləşdirir. Daha sonra şagirdə psixoloji və emosional dəstək nümayiş etdirir. Problemin bu şəkildə həll olunması müəllim haqqında hansı informasiyanı verir? Yadınızda saxlayın ki,
Əgər müəllim sinifdə baş verən belə hallarda nə addım atacağını, nə edəcəyini bilirsə, deməli müəllimin bu zonada təcrübəsi var. Müəllim durub burada uşağı tənbihliyə və ya onu belə deyək də mühakimə eləyə bilərdi ki, sən niyə beləsən, belə davranmamalısan, belə eləməməlisən. Yəni bax burada bunu əgər müəllim eləyirsə, bu yanaşma yanlışdır. Amma müəllim burada nə edir? Uyğun yanaşır. Fərdi şəkildə danışır, dostları, valideynləri ilə söhbət eləyir, özü ilə də danışır və problemi tapır sonra. Yəni bu onu göstərir ki, müəllim baş verənlərlə bağlı necə addım atacağını yaxşı bilir. Yəni həqiqətən də uşağın problemi varsa biz problemi bilməli, daha sonra addım atmalıyıq. Yoxsa şagirdin problemini bilmədən biz onu mühakimə eləməyə başlasaq bu effektiv nəticə verəsi deyil. Ona görə də müəllim haqqında onu deyə bilərik ki, müəllim pedaqoji situasiyaları və prosesləri dərk edir və baş verən situasiyalara obyektiv qiymətləndirmə bacarığını nümayiş etdirir. Yəni müəllim şagirdə necə davranacağını, necə yanaşacağını yaxşı bilir və ona uyğun davranış nümayiş etdirmiş olur. Doğru cavabına görə də oldu E variantı. Sonra növbəti məsələmiz nədir burada? 53-cü suala baxırıq. 53-cü sualda deyir ki, deməli buradakı növbəti yanaşmamız ondan ibarətdir ki, Hüseyn Cavidin İblis faciəsini yazmaqda məqsədi nədir? Tapşırıq bulum idrak taksonomiyasının hansı mərhələsinin inkişafına biliyin hansı növün formalaşmasına xidmət edir? Bu sual da bir sertifikasiya sualıdır və müəllifin məqsədinin müəyyənləşdirilməsi tələb olunur. Müəllifin yanaşmasını aşkarlamaq, müəllifin məqsədini müəyyən etməyi görürsünüzsə, cavab burada olmalıdır təhlil etmək və biliyin növü isə konseptual bilikdir. Cavab oldu B variantı 53-cü sualda. 54. Müəllim davranış problemi olan sinif üçün belə deyək də dərs planı sinif üçün planlayır ki, onlara tez-tez davranışlar haqqında refleksiya fəaliyyətləri təqdim eləsin. Bu refleksiya fəaliyyətləri dediyimiz nədən ibarətdir? Demək ki, uşaq özü ilə bağlı düşünə bilsin də, yəni özü ilə bağlı fikirləşə bilsin. Müəllimin bu fəaliyyəti hansı məqsədlə aparır? Müəllim davranış problemi olan sinif üçün vurğulayır, dərs planlayır və onlara tez-tez davranışlar haqqında refleksiya fəaliyyəti verir. Şagirdə komandada işləmək bacarığını formalaşdırmaq məqsədi ilə aparır bunu. Bu doğrudurmu? Yox. Şagirdlərə ünsiyyət bacarığını formalaşdırmaq yox. Şagirdlərə vaxt idarə etmə bacarığı formalaşdırmaq yox. Şagirdin liderlik bacarığını formalaşdırmaq. Bir də sinifin idarə edilməsi üçün şagirdlərdə nizam-intizam formalaşdırmaq. Bu məqsədlə aparır. Axı burada deyir ki, şagird öz elədiyi davranışları özləri analiz edə bilsinlər. Yəni burada söhbət ondan ibarətdir. Bax sinif üçün planlayır ki, onlara tez-tez davranışlar haqqında refleksiya fəaliyyəti eləsin ki, sinifdə nizam-intizam formalaşsın və nizam-intizamda həmin o davranış probleminin qarşısını almış olacaq. Ondan dolayısıyla da doğru cavab 54-də E variantı oldu. Sonra növbəti suala gəlin diqqət eləyək. 55. Cədvələ əsasən uyğunsuzluğu müəyyən eləyin. İnsan düşünərkən yalnız bir düşünmə formasından istifadə etmir. Bəli, bir insanda müxtəlif düşünmə formaları inkişaf eləyə bilər. 2. Dərslərdə layihələrin reallaşdırılması ilə layihə əsaslı təlim eynidir. Xeyr, layihə əsaslı təlimin məntiqi başqadır. Layihələrin sadəcə olaraq reallaşdırılması isə başqadır. Yəni ümumiyyətlə layihə tətbiq üçün verilən tapşırıqdır. Layihə əsaslı təlim isə bütün prosesin layihə əsasında qurulduğunu göstərir. Ona görə ikinci fikir yanlış fikirdir. Uyğunsuzluğu yaradır. Yəni doğrunun altında. Şagirdin ani əks arqument gətirməsi şagirdin yaradıcı təfəkkürünə əsaslanır. Xeyr, bu tənqidi təfəkkürdür. Bu yanlışa yanlış uyğunluqdur. Bizə lazım deyil. Bizə yanlışa doğru lazımdır. Müşahidə etmək bacarığı ilə şagirdin təfəkkürünü inkişaf etdirmək olar. Əlbəttə bu düz fikirdir, amma yanlışın altındadır. Uyğunsuzluğu 2 və 4 yaratdı. 56. Müəllimin yanlışa yol verdiyi situasiyanı müəyyən eləyin. Müəllim şagirdə verdiyi problemli situasiyanı ətraflı tədqiq etmələri üçün şərait yaradır. Problemin həlli yolunu onlarla birgə müəyyənləşdirir. A variantı düz fikirdir. Burada problem yoxdur. Müəllim şagird qarşılıqlı əməkdaşlığı deyə bir yanaşmamız var. Sonra ardınca deyir ki, burada müəllim şagirdlərin yeni biliklərini üzə çıxarmaq, şagirdlər dərs aktivliyini saxlamaq, müzakirə olunan məsələyə maraq oyatmaq üçün interaktiv oyunlar təşkil edir.
Oyunlara qalib gələn şagirdlərə isə mükafatlar təqdim eləyir. Bu doğrudurmu? Bəli, doğrudur. Niyə görə? Çünki müəllim bunun vasitəsilə sinifdə əyləncəli bir mühit, pozitiv bir mühit yaradır. Deyə baxaq, müəllim şagirdlərə öyrənmə tərzinə uyğun interaktiv tapşırıqlar verir, onların təfəkkürünü inkişaf etdirir. Düzdür? Bir də bu sualda ən çox səhv yazılan variant E-dir. Öyrənməni bir proses olaraq vurğulayır. Bəli, müəllim deyir ki, yəni öyrənmə bir prosesdir. Yəni uşaq bunu bilsin. Diqqəti qiymətdən və yekun nəticədən prosesə köçürür. Yəni bildirir ki, sənin üçün önəmli olan şey qiymət, yekun nəticə deyil. Sənin üçün önəmli olan şey nədir? Prosesdir. Sənin proses zamanı etdiyin cəhdlər önəmlidir. Öyrənməyə cəhdlərin, irəliləməyin önəmlidir. Səy göstərməyin, kömək istəməyin öyrənmə prosesinə vacibliyini vurğulayır. Deyir, əgər öyrənmək istəyirsənsə, səy göstərməlisən, cəhd etməlisən, bu təlim zamanı vacibdir. Bunu vurğulayır. Də düzdür. Bəs niyə C səhvdir? Fəaliyyət budur. Qlobal istiləşmə mövzusunda araşdırma iş aparmaq. Yəni uşaq qlobal istiləşmə mövzusunda araşdırma həyata keçirməlidir. O araşdırma aparılacaqsa, araşdırmanın məntiqi budur ki, uşaq neynəsin? Uşaq araşdırma aparanda mənbə ilə işləməlidir. Yəni müəllim də uşağa maksimum verəcəyi informasiya mənbədir. Mən ona durub hazır mühazirə verirəmsə və ya hazır material təqdim edirəmsə, oxu materialı, o şagird artıq nə etməyəcək? O şagird artıq araşdırmayacaq. O şagird hazır informasiya əldə etmiş olacaq. Burada da qeyd olunub ki, müəllim şagirdə məlumat əldə etmək üçün təqdim etdiyi video mühazirəyə qulaq asıb, qeydləri götürüb oyun əsasında tapşırıq yerinə yetirməyə tapşırır. Bəs araşdırma harda qaldı? Axı bu araşdırma deyil. Bu hazır informasiya vermədir. Ona görə də müəllim araşdırma işi tapşırırsa bu fəaliyyəti verməməlidir. Cavab da C variantıdır 56-cı sualda. 57-ci sual. Şagird bilir ki, partanın üstünü yazmaq olmaz. Görür ki, sinif yoldaşı partanın üstünü yazır, ona mane olmağa çalışır və deyir ki, əgər sən partanın üstünü yazsan, bu başqalarına pis örnək olar. Şagirdin hərəkəti onun haqqında hansı məlumatı verir? Bu məsələ Lawrence Kohlbergin mənəvi inkişaf nəzəriyyəsinə əsaslanır. Mənəvi inkişaf nəzəriyyəsinin məntiqi ondan ibarətdir ki, şagird burada nə etməlidir? Şagird burada mənəvi inkişaf nəzəriyyəsinə görə nizamı qoruyur. Qaydaları qorumağa çalışır. Çalışır ki, neynəsin? Qayda pozuntularının bir növ qarşısını alsın ki, bu qayda pozuntularının olması xaosa gətirib çıxarda bilər. Onda belə çıxır ki, görə bu şagird haqqında nə demək olar? Baxın, burada B variantı doğru əsaslandırmadır. Deyir, şagird məktəbin qoyduğu qaydanı pozmağın düzgün olmadığını anlayır və kimsə bu qaydanı pozmasının kütləvi hala keçməsindən narahat olur. Deyir ki, yəni sən pozacaqsan və bu da nə olacaq? Qarışıqlığa gətirib çıxardacaq. Ona görə də B variantı məhz bu şagirdin davranışı haqqında doğru əsaslandırma sayılır. B variantı düzdür bu sualda. Sonra 58. Şagirdin, gör başqa sual, 58 gəlir. Şagirdin akademik nəticələri aşağı olsa da çox yaxşı aktyorluğu var. Yəni uşaq bacarıqsız deyil. Uşaq heç nəyi bacarmır deyə bilmərik. Bu uşaq yaxşı aktyorluğu var. Amma düzdür, nəzəri olaraq, akademik olaraq yaxşı öyrənə bilmir. Problemi var. Uşaq əgər akademik olaraq öyrənə bilmirsə, bu o demək deyil ki, həmin uşağı biz prosesdən uzaqlaşdırmalıyıq. Yəni o uşaq öyrənə bilməz heç vaxt. Belə düşünək. Xeyr, yadda saxlayın ki, biz əgər şagirdi inkişaf etdirmək istəyiriksə, onun mövcud olan bacarıqlarını da formalaşdırmağa çalışmalıyıq. Müəllim şagirdin amma oxumamağından şikayətlənir. Amma uşağın qabiliyyətini görmür. Yəni onun aktyorluğunu görmür. Hacıqara komediyasının səhnələşdirilməsi zamanı şagird Hacıqara obrazını səhnələşdirmək istədiyini desə də, müəllim buna etiraz edir. Cavabını isə şagirdə dil bacarıqlarının zəif olması ilə əsaslandırır. Yəni deyir ki, Hacıqara obrazını səhnələşdirmək istəyirəm. Müəllim də deyir ki, yox, sən bunu bacarmazsan, bu səndə alınmayacaq, sənin üçün bu çətindir və s. Yəni müəllim onu hər vəcdlə ruhdan salmağa çalışır. Amma çalışmaq lazımdır ki, müəllim şagirdin davranışında, daha doğrusu şagirdin bacarıqlarında müsbət tərəfləri varsa hansı bacarığında o bacarığa yüklənsin və həmin o bacarığın inkişafından istifadə edib uşağa öyrənməyə motivasiya yaratsın. Amma müəllim ona çalışmır, onun bacarıqlarını görməzdən gəlir. Burada iki variantı izah edəcəm. Burada doğru cavabımız A variantıdır. Niyə görə? Çünki burada deyir ki, müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir. Bu model sualda diqqətli olun.
hansı pedaqoji yanaşmaya ziddir deyirsə, deməli müəllimin bu situasiyadakı addımı yanlışdır və bu ziddir deyirsə, deməli biz doğru əsaslandırmanı tapmalıyıq. Yəni müəllimin burada atdığı addım yanlış addımdır axı. Müəllimin burada atdığı addım yanlış addımdır. Niyə yanlış addımdır? Çünki müəllim burada doğru olanı etmir, yanlış olanı edir. Onda belə çıxır ki, müəllim doğru olanı etməsi nə olmalı idi? Burada A variantı. Şagirdin potensialından istifadə etməklə onda öyrənməyə açıq düşüncə tərzi, özgüvən formalaşdırmaq və motivasiya yaratmaqla onu təlim prosesinə cəlb etmək mümkündür. Sualın doğru cavabı A variantındadır. Amma müəllim niyə görə zidd davranır? Çünki nə müəllim onda öyrənməyə açıq düşüncə tərzi formalaşdırmır, nə özgüvən formalaşdırmır, nə də motivasiya yaratmır. Buna diqqət eləyin. Ona görə də sinifdə müəllimin atdığı addım A variantında verilən əsaslandırmaya qarşı zidd davranış hesab edilir. D variantı da burada biraz oxşardır A variantına. Yəni görək müəllimin yanaşması D variantına ziddir, yoxsa zidd deyil. Bu məqama gəlin diqqət eləyək. Buradakı yanaşma bəs nədən ibarətdir yoldaşlar? Buradakı yanaşma ondan ibarətdir ki, təlim prosesindədir. Potensialdan istifadə etməklə onun maraq dairəsinə uyğun mövzuların verilməsi ilə öyrətmə və öyrənmə prosesinin təşkil edilməsi şagirdin dərsə istəyinin artmasına səbəb olur. Axı şagirdin zaten dərsə istəyi var. Burada müəllim onun üçün bir addım atmır. Və burada mövzuların verilməsi ilə bağlı hansı bir yanaşma yoxdur. Ki, ya müəllim hansısa mövzunu şagirdə verməyibdi, amma verməli idi. Yəni D variantı bizə təqdim olunan situasiya ilə zidd təşkil edən variant deyil. Doğru cavab A-dır. 59. Situasiyalardan hansı sinif üçün arzu olunan deyil? Sualımız belədir. Şagirdin problemi ilə maraqlanmaq, onlara psixoloji dəstək göstərmək, müəllimlərin effektiv fəaliyyətinə aid edilə bilər. Düzdür. Müəllim şagirdlərə quiz işlədir və onların, yəni test işlədir və onların fəaliyyətinə şifahi rəylər verərək daha uğurlu fəaliyyətlərə yönəldir. Şifahi rəy verə bilər, yazılı rəy verə bilər, düzdür. Müəllim dərsin təlim nəticəsini, yəni şagirdin qazanacağı bilik və bacarıqları və qiymətlənmə meyarlarını, yəni şagirdləri necə qiymətləndirəcəyini şagirdlərə elan edərək onlar üçün öyrəniləcək məzmunu aktuallaşdırır. Düz fikirdir. D. Tolerantlıq mövzusunda müzakirə aparmaq üçün müəllim qruplarla iş formasından istifadə edir. Qruplarla müzakirə var. Bu da doğrudur. E-də deyir ki, şagird problemlə bağlı müəllimə müraciət edir. Müəllim problemin həlli yollarını göstərir. Ən səmərəli həll yolunu şagirdə verir, onu tətbiqə yönəldir. Fikir versək burada, müəllim şagirdə problemin həlli yolunu hazır verir. Biz şagirdi yönləndirə bilərik. Desəydi problemin həlli yollarını yönləndir. Amma burada yönləndirmir axı. Deyir ki, müəllim problemin həlli yollarını göstərir. Ən səmərəli həll yolunu şagirdə verir, onu tətbiqə yönəldir. Müəllimin atdığı addım yanlış hesab olunur. Çünki müəllim həll yolunu şagirdə hazır verirsə, bu yanaşma deməli şagirdin inkişafını təmin edəcək yanaşma sayılmır. Cavab oldu E variantı 59-cu sualda. Sonra növbəti sualımıza gəlin baxaq. Növbəti sual 60-cı sual verilənlərdən biri konstruktiv rəy deyil. Rəy konstruktivdir deyəndə o nəzərdə tutulur ki, rəy şagirdə inkişaf üçün yol göstərməlidir. Rəy şagirdi belə deyək də tərif xarakterli olmamalıdır və rəy şagirdlərdən hər hansı birini digəri ilə müqayisə etməməlidir. Verilənlərdən biri konstruktiv rəy deyil. Əhsən, cavablarını akademik cəhətdən yaxşı əsaslandırırsan, lakin həyatda nümunə gətirməkdə çətinlik çəkirsən. Çalış ki, oxuduğun informasiyanı həyatla əlaqələndirəsən, onda daha yaxşı nəticə əldə edə bilərsən. Düz təlim nəticəsidir. C-yə baxaq. Komanda işində əməkdaşlığın yaxşıdır. Yoldaşlarını sona qədər dinləyirsən. Lazım gələndə kömək edirsən. Biraz səs tonunu idarə etməyə, öyrənməyinə ehtiyacın var. Bəzən çox ucadan danışırsan. Buna diqqət elə. Görürsünüz, şagirdə nəyə üzərində işləməli olduğunu konkret olaraq göstərir. Sonra ardınca deyir ki, səbəblər dövləti haqqında ətraflı məlumat verdin. Lakin ardıcıllığı bəzən pozurdun. Nitqini təşkil edərkən kronologiya və səbəb-nəticə əlaqələrinə diqqət yetir. Müəllim burada yenə də uşağa nə edir? Uşağa problemin həll yolunu necə aradan qaldıracağı ilə bağlı istiqamət verir. Düz fikirdir. Sonra ardınca deyir ki, afərin, hərfləri düzgün yazırsan, biraz maili xətlər çəkməkdə çətin çəkirsən. Bunun üzərində işlə, çoxlu məşqlər elə, bu doğru yanaşmadır, yol göstərir. Burada problem B variantında olacaq. B variantında görə nə deyir? B variantında deyir ki, afərin, suala ən doğru sən cavab verdin.
Verdiyin cavab ətraflı və anlaşıqlı idi. Sinif yoldaşların üçün də faydalı oldu. Gələcəkdə də məsələlərə bu şəkildə yanaş. Fikir verirsiniz, müəllim suala ən doğru sən cavab verdin deyəndə demək istəyir ki, yəni digərləri elə belə cavab verib. Yəni ən yaxşısı sənsən. Bu tip yanaşma kökündən səhvdir. Ona görə də B variantı bizim testimizin doğru cavabı oldu. Yəni nətər rəy effektiv sayılmır. Ona görə effektiv sayılmır ki, rəy şagirdi başqaları ilə sanki müqayisə etməyə yönəldir. Cavab 60-cı sualda B oldu. Belə, bu suallar haqqında bu qədər. Ümid edirəm faydalı oldu hər biriniz üçün. Sağ olun, növbəti izahlarda, testlərdə görüşərik. Özünüzə yaxşı baxın.